62-ci suala baxırıq. Chat söhbət danışıqdır. Courage cəsarət, trust inam deməkdir. Deməli chat söhbət a friendly informal conversation. Elə conversation chat 1-ə gəlir A. 1-ə A gələn variantımız elə C variantı. 2-yə B, courage cəsarət, bravely sözündən götürərdik. Deməli trust düzün demək, reality of something, not false, səhv olmayan, bəli. Bu da eləyir C variantı. 63-cü sualımız zamanla bağlıdır. Biz bilirik ki, if-dən sonra gələcək zamanlar gəlmir. C ilə Y variantlarını əliyirik. B variantında uzlaşma düz deyilib. Bir tərəf keçmiş, digər tərəf indiki olmaz. D variantında eynən elədir. İndiki zaman keçmiş zamandan uyğunlaşmır, uzlaşmır. Düzgün variantımız A variantıdır. 64-cü sual isə sualdır. Did all of them 1 uyğun gələr və sual olduğuna görə 5-i əliyərik. 5 yanlışdır. Did anybody olar. 1, 3. Bir də every ilə of işlənməz. 2-ni əliyərik. Bir də 4. 1, 3, 4 düzgün variantımızdır. 65-ci sualda bu uzlaşmaya aiddir. Everyone törəmələrin xəbəri təkdə olardı. Everyone likes. S olmalıydı. Cümlə C-rundan ing ilə başlayıbsa, xəbər təkdə olmalıdır. Helps düzdür. The news are very surprising today. News təkdə olmalıydı. Xəbər tək olmalıydı. Is olmalıydı. Və dördüncü də düzdür. ing ilə başlayıb və xəbərimiz makes təkdədir. Düzgün variantımız isə elədir 2 və 4 Y variantı. 66-cı sualda isə antonim istəyir. Humorous gülməli deməkdir. Deməli, amusingdir, cheerfuldur, funnydir, entertainingdir. Bunlar hamısı əyləncəli deməkdir. Serious ciddi, bunun əksidir, antonimidir. Ona görə Y variantı düzgün variantdır.